Salam əziz şagirdlər, bugünkü dərsimiz vətənin keşiyində. Gəlin əvvəlcə bu atalar sözlərini izah edək. İgid ölər, adı qalar. El igidləri ilə tanınar. İgid ölər, adı qalar hansı məqamlarda deyilir? İgidlərimiz qəhrəmanlıq göstərir, vətənimizi düşməndən xilas edir və qəhrəmancasına şəhid olurlar. O zaman onların xatirəsi əbədiləşir, qəlbimizdə yer salır. Onların adını biz tez-tez dilimizə gətirib yad edirik. O zaman igid ölər, adı qalar deyirlər. El igidləri ilə tanınar deyəndə isə müharibə illərində, vətənin dar günlərində qəhrəmanlıq göstərən igidlərimiz var. Siz onların hansını tanıyırsınız? Yəqin ki, çoxlu qəhrəmanlarımızın adını bilirsiniz. Bugün onlardan biri ilə tanış olaq. Siz şəkildə Təbriz Musayevi görürsünüz. O, 2016-cı ildə aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşdu. Allah şəhidimizə min rəhmət eləsin. Gəlin bir şeir parçası ilə də tanış olaq. Laylasında anam mənə, belə demiş dönə-dönə. Bir anam mən, biri vətən, yadda saxla bunları sən. Canın kimi sev vətəni, o bəsləmiş oğul səni. Bayrağını möhkəm saxla, sərhədini tez-tez yoxla. Qəhrəman ol, oğul sən də, qoru bizi böyüyəndə. Gözəl vətən keşiyində durmuşam mən. Bu gözəl şeirin müəllifi Mirvarid Dilbazi idi. Gəlin də tapşırıqlarımızla tanış olaq. Əmr cümlələri ilə ifadə olunmuş misraları seçib yazaq. Yadda saxla bunları sən, canın kimi sev vətəni, sərhədini tez-tez yoxla, qoru bizi böyüyəndə və digərləri. İndi isə növbəti tapşırığımız. Şeirdə ananın sözlərindən ibarət misraları bir daha oxuyaq. Diqqətli olun. Bir anam mən, biri vətən. Yadda saxla bunları sən. Canın kimi sev vətəni, o bəsləmiş oğul səni. Bayrağını möhkəm saxla, sərhədini tez-tez yoxla. Qəhrəman ol, oğul sən də, qoru bizi böyüyəndə. Siz bu misralara diqqətlə baxsanız görərsiniz ki, ananın cümlələri dırnaq şairələri ilə əhatə olunubdur. Sizcə niyə belədir? Biz bunu bilməliyik ki, mətndə obrazın dilindən deyilən sözlər bir çox hallarda dırnaq içərisində yazılır. Məsələn, oğlunu cəbhəyə yola salan ana onun arxasınca səsləndi. Sağ-salamat qayıt, oğul demək başqasının sözlərini istifadə edəndə mətndə və ya şeirdə biz onu dırnaq işarəsi ilə qeyd etməliyik. İndi gəlin söz boğçamızla da tanış olaq. Səngər nə idi? Güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur xəndək idi. Təbriz Musayevin şəklini xatırlayırsınız, kitabınıza baxın. Onun yanında əskərlər səngərdədirlər. Pilot isə uçucu aparatlar idarə edən təyyarəçidir. Şəkildə də siz Təbriz Musayevi gördünüz, o Azərbaycanın qəhrəman pilotlarından biridir. Sərhəd isə qonşu torpaqları, sahələri, ərazini bir-birindən ayıran xətt deməkdir. Xaki sözünün də mənasına diqqət edək, indi o bizə lazım olacaq. Hərbi geyimdə istifadə olunan torpaq rəngidir. Şəkillərdə əskər geyiminin rənginə diqqət etdinizsə, bu rəng xaki rəng adlanır. Sizcə nə üçün əskərlərin geyimi xaki rəngdədir? Bir düşünək. Çünki əskərlərimiz düşməndən qorunmaq üçün elə paltar geyinirlər ki, torpağın rəngindən seçilməsin. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.